Problemlə qarşılaşan vətəndaş məsələ ilə bağlı həm satış platformasına, həm də kargo şirkətinə müraciət etdiyini deyir. Ancaq problem hələ də həllini tapmayıb. Eyni məhsuldan 2 dənə vermişəm, biri gəlib, biri gəlməyib. Və mən bu problemi aradan qaldırmaq üçün satıcıya da müraciət elədim, kargo şirkətinə də yaxınlaşdım və problemimi bildirdiyim halda heç kim mənə kömək eləmədi. Sadəcə onlayn bildirdiyim müraciətdə mənə deyildi ki, hüquqlar qorunduğu üçün ödəniş geri qaytarılmır, amma problemimə də baxılmadı. Bəs kargo şirkəti bu cür halları nə ilə əlaqələndirir? Məsələ ilə bağlı onların da mövqeyini öyrəndik. Müştərilər bağlamanı biraz gec bəyan edirlər. Bağlamalar sistemi əlavə olunan kimi Azərbaycan Dövlət Gömrük Komitəsinin Smart Customs mobil tətbiqində vaxtında bəyan etsinlər ki, bağlamalar da Azərbaycana vaxtına çatdırılsın. Hansı kuryer çatdırıbsa xarici anbara onunla əlaqə saxlasın və detallı məlumatlar əldə etməyə çalışsınlar. Invoice ilə və yaxud izləmə nömrəsi ilə onlara danışa bilərlər ki, biz də onlara dəstək ola bilər. Amma burada ən əsas məsələ odur ki, istifadəçilər və vətəndaşlar bilsinlər ki, kargo şirkətləri yalnız xarici anbara daxil olduqdan sonra məsuliyyət daşıyırlar. Bəs onlayn alış-verişdən istifadə edənlər ümumilikdə bu xidmətdən razılarmı? Belə bir problemlə də qarşılaşdım ki, e-Gov-dan demək lazımdır girmək, gümrük bəyannaməni eləmək, ondan sonra da onu təsdiqləmək, yazmaq qiymətini, malın adını, hamısında detallı gümrükdən geçirmək lazımdır. Mən onu bilmirdim. Ona görə birinci dəfə mən gömrüyə onu eləmədim. Məndən əlavə pul aldılar. 10 gün ərzində məhsullarım gəlir. Məmnunam. Mütəxəssislər isə bildirirlər ki, bu məsələlər ölkənin milli qanunvericiliyi ilə yox, beynəlxalq xüsusi hüquq normaları ilə tənzimlənir. İstehlakçı müəyyən risklərlə üzləşə biləcəyi barədə məlumatlı olmalıdır. Mal məhsulu alarkən, sifariş verərkən ilk növbədə həmin satış platformasının özünün etibarlı mənbə olub-olunmasını araşdırmaq lazımdır. Çünki minlərlə bu cür platformalar var ki, hansı ki vəsait alınır, ya məhsulu çatdırılmır, yaxud məhsul müqavilədə razılaşmış şərtlərə uyğun olmur. O şirkətlər əgər öhdəlik götürürsə ki, həmin məhsulu çatdıracaqlar, buna görə məsuliyyət də daşıyırlar və keyfiyyətsiz xidmətə görə onların inzibati qaydada məsuliyyətə cəlb olunma riskləri də var. Mübahisəli halların vaxtında araşdırılması və müraciətlərə operativ baxılması elektron ticarətə olan etimadın qorunmasında mühüm rol oynayır. Fatimə Qəhrəmanova, Zahir Zahidoğlu, Rüstəm Abdullayev, Elnur Orucov, ATV Xəbər.